artiklı yeməməlisiniz. Magistratura qəbul imtahanında qrammatika suallarından ən çox rastlanan biri də inkar cümlələrin düzgün seçilməsidir. Niyə görə inkar cümlələri düzgün seçə bilmirik? Çünki artikla diqqət etmirik. Birincisi, bir cümlədə iki inkar olmaz. Orasını çoxumuz bilirik. Amma diqqət etməlisiniz ki, əgər sizə verilmiş ismin qarşısında artikl qeyd olunubsa, siz inkar cümlədə həmin artiklı yeməməlisiniz. Amma əgər no verilərsə, no əvəzliyindən söhbət gedirsə, özündən sonra no-nu siz artikldan istifadə edə bilməzsiniz. Bir də buna diqqət eləmək lazımdır. Burada gördüyünüz kimi, my uncle had neither son nor daughter. Gördüyünüz kimi, no yoxdur, amma artikl yeyilib. Ona görə yemək olmazdı. Bu səhv variantdır. İkinci varianta baxırıq. My uncle had no son or daughter. Bu doğrudur. Çünki no'dan sonra artiklın yeyilməsi normaldır, düzdür. No yeyir onu. C variantında isə my uncle didn't have son or daughter. Yenə də gördüyünüz kimi artiklı yeyiblər, amma olmaz, onu olmalıydı. D variantına baxırıq. My uncle had not only son but also daughter. Yenə də artikl yeyilib və ümumən cümlənin burada verilən inkarına da düzgün gəlmək lazımdır. E variantına baxırıq. My uncle had no a son. Gördüyünüz kimi, no'dan sonra qeyd etdik ki, artikl işlədə bilmərik. E variantında çıxırıq. Doğru variantımız B.